والمسلمات الأحياء منكم والأموات ولا سيما لنا مرحومين المغفورين المبرورين المعبدين المعلومين مع أموات الحاضرين وبحق محمد وآله وبسورة المباركة الفاتحة بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. Silah tutan əskərin ölüm əlindən tutur. Deməsə də şəhadət quru dilindən tutur. O yoğrulur vətənin daşlı torpaqları ilə. Oyanacaq yenidən sönmüş ocaqları ilə. Yazda çiçək açacaq, qışda yağış olacaq. Yurda düşmən hər kəsə quru qarğış olacaq. Bu savaşın son günü. Əzablı yollar bitir. Sən şəhadət edirsən. Cənnət qapılarına çiyinlərdə gedirsən. Üzgün ana xətrinə bəlkə geri gələsən. Bu küçənin tinindən, bu döngənin başından. Sonra yenə ölərsən. İstəsən gənc yaşında. Gözümlər abalalar itirir babalar. Gözümlər. Anneciğim gözümler. Olacağım bulacağım. Yanacağım hakkını verecektim. Öyle yok. Öyle yok. Ne öyledimse balacı bak eleyebildim. Büyüdün eleyebilmedim. Öyle ağlarım ki kendime, sen benden gittin gideli. Öyle ağlarım ki kendime, sen benden gittin gideli. Teninki solmuş tenime, sen benden gittin gideli. Ah teninki solmuş tenime, sen benden gittin gideli. Öyle bıkmışım ki kendimden, kurudum düştüm dalında. Öyle bıkmışım ki kendimden, kurudum düştüm dalında. Sanki ruhum çıktı canımdan, sen benden gittin gideli. Sanki ruhum çıktı canımdan, sen benden gittin gideli. Bir cefan vardı bin oldu, aktı gözüm yaşı sen oldu. Bir cefan vardı bin oldu, aktı gözüm yaşı sen oldu. Yaz baharım döndü kış oldu, sen benden gittin gideli.
Yaz baharım döndü kış ol. Sen benden gittin gidin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahu samad, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahu ekber. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad, Allahu samad, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Kanlı payız gününden oh nale gitme gözümün önünden. Şehidimin kanı düştü torpağa. Kurban olum şehit anası ağlama. Şehidimin kanı düştü torpağa. Kurban olum şehit anası ağlama. Ey kurban olum şehit anası ağlama. Neçe yurdum nurlu çırağı söndü. Her yedim sanki dastana döndü. Yeri göğü titretti bu dert bela. Kurban olum şehit anası ağlama. Neçe yurdun nurlu çırağı söndü. Her gidim sanki dastana döndü. Yeri göğü titretti bu dert bela. Kurban olun şehit anası ağlama. Kurban olun şehit anası ağlama. Boynu bükük balalar, yar esretli yarım kalmış arzular. Dert fikirden ağarmış kara saçlar. Hem fəxirdir hem de acı bir sınav. Derd elinden ağarmış kara saçlar. Hem fəxirdir hem de acı bir sınav. Hem fəxirdir hem de acı bir sınav. Neçe yurdum nurlu çırağı söndü. Her yedim sanki dastana döndü. Yeri göğü titretti bu dert bela. Kurban olum şehit anası ağlama. Neçe yurdun nurlu çırağı söndü. Bu anım günümde bizimle beraber qonaqlarımızla iştirak edirik. Bəyan İcra Hakimiyyəti başçısının müavini Elbrus müəllim iştirak edir. Qaxrayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Milli Dövlət Xidmətinin müavini Şahin müəllim iştirak edir. Polis şöbəsinin işçiləri iştirak edir. O cümlədən də kənd sakinləri, kənd cəmaatı iştirak edir. Yaxşı günlərdə görüşəğim hər birini. Bu uşaqlarımız bizə qələbə sevinci yaşadan balalarımızdır. Bildiyimiz kimi sentyabr ayının 27-sində erməni təxribatı nəticəsində yenə də sərhədlərimizdə atışma oldu və bununla əlaqədar olaraq
30 il dözən xalqımız artıq dözmədi. Ali Baş Komandanın əmri ilə ordumuz hücuma keçdi və 44 gün ərzində 30 ildə həsrətdə qaldığımız o torpaqları bax bu Şamil kimi igid oğlanlarımız geri aldılar və bizə qələbə sevinci yaşatdılar. Bildiyimiz kimi qələbədə, müharibədə torpaqların geri alınması da qan tökülmədən olmur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun, ruhları şad olsun. Allah şəhidlərimizin valideynlərinə, onların yaxınlarına səbir versin, dözüm versin. Və onlar bugün balaları ölüb deyə ağlamasınlar, başlarını dik tutsunlar. Onların balaları ölməyib, onların balaları daim yaşayır. Əgər bu şəhidlərimiz yalnız onların balasıydısa, şəhid olduqdan sonra bütün Azərbaycan xalqının onların balasıdır. Hamı onları anır, xatirəsini yad eləyir. Bir daha Ruhiyyə anamız, başınızı dik tutun, Allah sizə səbir versin və başı dik gəzin ki, məhz sizin oğlunuz şəhadətə yüksəldi, şəhid oldu. Bu ən yüksək zirvədir, qürur verici bir əmsdir. Düzdür, ağırdır, çox ağırdır. Nə də desək, nə qədər desən də mümkün deyil, ağlamaq mümkün deyil. Amma Allah sizə səbir versin, dözüm versin. O bir balalarınızın yaxşı günləri olsun. Mətləb atamız da bu ağır dərdə dözə bilmədi. O da tələsdi, dedi qoy gedim oğlumun yanına. Qoy anası obri balalarına baxsın, mən də gedim o balama baxım. Allah onun atasına da rəhmət eləsin, məkanı cənnət olsun. Və bu müharibə nəticəsində bizim xalqımız nəyi öyrəndi? Birlik olmağı öyrəndi, bir-birinin dadına çatmağı öyrəndi. Bu müharibənin əldə olunmasında Azərbaycan xalqının ən balaca sakinindən ən böyüyünədək hamının əməyi var. Hamı çalışırdı ki, müharibədə iştirak edən o balalarımıza nəyləsə kömək eləsin. Nəsə ərzaqla mı, nəsə bəlkə də bir corabla mı, nəyləsə kömək eləsin. Biz bugünkü günü, bu qürur verici anları yaşatdıqlarına görə başda Ali Baş Komandanımız İlham Əliyev cənabları olmaqla müzəffər Azərbaycan ordusuna, şəhidlərimizə, qazilərimizə borcluyuq və onlara minnətdarıq. Çox sağ olun deyirik ki, məhz belə bir gözəl günləri bizə yaşatdınız. İndi isə mən çıxış eləmək üçün sözü Qaxrayon İcra Hakimiyyəti başçısının müavini Elbrus müəllimə verir. Əziz mərasim iştirakçıları, belə bir gündə doğrudan da söz demək çox ağırdır. Amma Şama kimi bizim igid, cəsur övladımızın şəhidliyə, şəhadətə, belə bir uca zirvəyə yüksəlməsinin il dönümündə söz demək olduqca qürur vericidir. Həqiqətən də Şamo və Şama kimi övladlarımızın sayəsində bizim üzərimizdəki olan bu damğa, bu qara ləkə, ondan biz azad olduq. Qamətimiz düzəldi, dikəldi, qürurumuz təmizləndi və ona görə də Şamo və Şama kimi bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Təxminə xanım gözəl qeyd elədi, 30 ilə yaxın bir dövr ərzində bizim tarixi, əbədi və əzəli torpaqlarımız düşmən tapdağı altında qalmışdı. Lakin bu qədər müddət keçməsinə baxmayaraq, ya ölkə rəhbərliyi, Ali Baş Komandan, ya silahlı qüvvələrimiz, ya xalqımız bir gündə olsa bu işğal faktı ilə barışmadı. Və bu müddət ərzində biz inkişaf elədik, bu müddət ərzində biz gücləndik. Bütün sahələrdə, informasiya sahəsində ciddi təbliğat apardıq, diaspora sahəsində diplomatik uğurlarımız, iqtisadi gücümüz artdı və vahid komandanlıq altında möhtəşəm bir ordu formalaşdı. Ordu quruculuq işləri demək olar ki, sürətlə aparıldı və bunun sayəsində artıq vaxt vədə yetişdi və 27 sentyabr günü müzəffər Ali Baş Komandanımızın
əks hücum əmri ilə bu 44 gün ərzində, bu qısa müddət ərzində 30 il düşmən tapdağında, düşmənin çəkməsi altında inildəyən, sızıllayan torpaqlarımıza Azərbaycan əskərinin çəkməsi sığal çəkməyə başladı. Artıq həmən torpaqlarımız azaddır. Bu müharibə bizə nəyi göstərdi? Təxminə xanım qeyd elədiyi kimi bu müharibə bizə xalq, ordu və Ali Başkomandan həmrəliyini, birliyini bir daha sübut elətdirdi. Bu dövr ərzində Müzəffər Ali Başkomandan bütün beynəlxalq güclərin təsirlərinə, təzyiqlərinə baxmayaraq bir gündə olsa fikrindən, düşüncəsindən geri çəkilmədi və o əmin idi ki, ordu, xalq birliyi, Ali Başkomandan birliyi qısa müddət ərzində bu torpaqlarımızı öz tarixi, əbədi, əzəli yəkki sakinlərinə qaytaracaqdır. Yenə də biz bu uğurların, bu zəfərin qazanmasında şəhidlərimizə borcluyuq, onların ruhu qarşısında baş əyirik. Bu müharibədə sağlamlığını itirmiş, əzalarını itirmiş qazilərimizə Allahdan şəfa diləyirik. Şəhid anasına baş sağlığı verdik. Var olasınız ki, belə bir övlad tərbiyə eləyib, vətənə ərmağan eləmişsiniz, belə bir vətənpərvərlik ruhunda, vətəndaşlıq ruhunda övlad tərbiyə eləmişsiniz. Şəhidimizin atası Mətləb ataya da Allahdan rəhmət diləyirik. Başınız sağ olsun. Allah rəhmət eləsin. İndi isə çıxış eləmək üçün sözü Səfərbərlik və Hərəkatı Çağırış üzrə Dövlət Xidmətinin müavini Şahin müəllimə verilən. Buyurun Şahin müəllim. Bugün birincisi bütün mərasim iştirakçıları salamlayıram. Bugün günü bizim şəhidimiz Şamonun il dönümüdür. Mən anasına başsağlığı verirəm, atasına Allahdan rəhmət diləyirəm. Hamımız bildiyimiz kimi 27 sentyabrda Ali Başkomandanlıq komandanımız Cənab Prezident İlham Əliyev səfərbərlik elan etdi. Və həmin səfərbərliklə Azərbaycanda 10 minlərlə Şamo kimi oğlanlar hamısı müharibəyə can atdılar. Biz də bunun şahidi olduq ki, Qax rayon bölməsinə neçə min Şamo kimi vətənpərvər övladlar gəldilər, yazıldılar, bizi səfərbərliklə müharibəyə aparandılar. Bugünkünü biz bütün müharibə iştirakçılarına, bütün qazilərimizə, bütün şəhid olmuş şəhidlərimizə və onların ailələrinə borcluyuq bir millət olaraq ki, bu 44 günlük müharibədə öz şücaətini və qəhrəmancasına vuruşaraq 4 ildə verdiyimiz torpaqları 44 gündə aldılar. Başda Ali Başkomandan olmaqla dövlət, millət və ordu bir yumruqla birləşdi və dəmir yumruq erməninin elə zərbə indirdi ki, Hinddən sonra ermənilər bəlkə 100 illərlə özlərinə gəlməz. Və ağlandılar ki, Azərbaycana əl uzatmaq və Azərbaycana hər hansı bir niyyət mümkün olmayacaq və Hinddən sonra da mümkün deyil. Yenə də onu qeyd eləmək istəyirəm ki, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin və bütün şəhid ailələrinin qarşısında, anamız qarşısında baş əyri bir ordu olaraq biz sübut elədik ki, Azərbaycanın cəsur övladları daim yaşayacaq və Şama kimi neçə oğullar da Hinddən sonra doğacaq və bu millətdən ötürü, bu dövlətdən ötürü hər an canından keçməyə hazır olacaq. Bunu əsrlər boyu biz yaşamışıq, bugün də yaşayırıq və Hinddən sonra da belə övladların dünyaya gəlməsi ilə, belə övladların yetişdirməsi ilə bu ölkə heç vaxt, bu bayraq heç vaxt enməyəcək. Və bir daha anamıza baş sağlığı verir. Allah sizə səbir versin. Allah şəhidlərimizə rəhmət eləsin. Sağ olun.
Bildiyimiz kimi Ləkit kəndinin 1-ci Qarabağ müharibəsində 5 nəfər şəhidi var. Həm də Şamov oğlumuz müjdə vermək üçün tələsdi ki, qoy gedim mənim orada yatan qardaşlarıma deyim ki, sizin qanınız yerdə qalmadı. O torpaqları biz geri aldıq. Və indi isə çıxış eləmək üçün sözü 1-ci Qarabağ müharibəsində şəhid olmuş Agil Kazımovun qardaşı, bizim bələdiyyə sədri Abdullah müəllimə verirəm. Buyurun Abdullah müəllim. Keçən ilin bu günləri hamının çox gözəl yadındadır. Sentyabr ayının 27-sindən başlayan müharibədə noyabr ayının 9-dan 10-dan keçən gecəyə kimi demək olar hər gün biz Ali Baş Komandamızın şad xəbərlərini eşidirdik. Azad olunan şəhərləri, kəndləri eşidirdik və çox sevinirdik. Və nəhayət 8 noyabrda Cənab Prezidentin Şuşa sən azadsan kəlməsini eşidib bəlkə də çoxu buradakiların sevincindən ağlamışdı. Və biz 9-dan 10-dan keçən gecə düşmən, ermənilər kapitulyasiya aktına imza atandan sonra səhər bütün kəndin cavanları, qocaları, hamı uşaqları zəfər yürüyüşü keçirdik. Heç kəsdən bir təlimat gözləmədən və bu 44 günlük müharibəni düzdür, bütün şəhidlər, ölkəmizin şəhidləri hamısı bizimkidir. Rayonda 20-dən artıq şəhid dəfn eləmişdik. Ərazi olaraq Ləkitdə, Zərnədə bir şəhidsiz keçirdiyimiz üçün çox sevindik. Lakin bu sevincimiz qısa müddət çəkdi. 2 gündə bizə məlum oldu ki, bizim 2 övladımız Şamoda, Hacı Əhməd də Şuşanın uğrunda gedən döyüşlərdə həlak olublar. Və siz təsəvvür eləməz, bu xəbəri bunların ailəsinə bizim tərəfimizdən çatdırmaq bizə necə ağır gəldi. Yəni bu günləri biz yaşadıq. Mən həmən gün gəldim burada uşaqlara, bayaq dediyimiz şəhidlərə, bütün şəhidlər həm status paylaşdı. Mən burada gəlib Aqilin, Ayazın üstündə bir yerdədirlər, bilirsə onların qəbirləri. Onların üstündə dedim ki, qardaşlarım, qisasınız alındı. Yəni bu Şamo kimi oğlanların sayəsində Ali Baş Komandamızın, ordumuzun və bütöv xalqımızın dəmir yumruq kimi birləşən xalqımızın sayəsində xalqın, millətin 30 illik əzabı, ağrısı çiynindən düşdü. Ruhiyyə, Allah rəhmət eləsin. Son qəminiz olsun. Bu şəhid tək sizin yox, bütün kəndimizin, ölkəmizin, dövlətimizin şəhididir. Axır qəminiz olsun, mətləbət Allah rəhmət eləsin. Bir daha baş sağlığı deyirəm, ruhları şad olsun. İndi isə şəhid anasına söz vermək istəyirəm. Buyur Ruhiyyə ana. Allah rəhmət eləsin, sağ olun, var olun, gəlibsiniz. Borcumuzdur. Üçmün şəhidin anasıyım mən də. Fikirlər cənnət olsun. Amin. Səbir. Gördüyümüz kimi burada bizim Ləkit məktəbinin də bağçanın da uşaqlarını mən görürəm. İndi isə birinci çıxış eləmək üçün sözü Qamət müəllimə verirəm. Qamət müəllim həm müharibə iştirakçısıdır, həm də Ləkit Orta Məktəbinin müəllimidir. Buyurun Qamət müəllim. Mən də həm məktəb adından, həm də öz adımdan hamını salamlayıram. Şəhidimizin anasına, bacılarına, yaxınlarına baş sağlığı verirəm. Ayaqdan çıxış edən yoldaşlar doğru qeydlərlər ki, əvvəl Şamo kimi igidimiz sadəcə sizin oğlunuz isə, indi isə bütün Azərbaycan xalqının artıq qəhrəman oğluna çevrilir. Əvvəl oğul kimi həyatı var isə, indi isə yeni həyatdadır ancaq şəhid kimi. 27 sentyabr hadisələrindən bir ildən artıq vaxt keçmişdir. Hələ də hamımızın yadımızda, xatirələrimizdə 44 gündə keçirilən hisslər qalmaqdadır. Həmin tarixdə biz o xəbəri işləndən sonra istədik ki, bizi də səfərbər edərək döyüş bölgəsinə göndərsinlər və çoxları kimi biz də hərbi komissarlara müraciət elədik və çox sağ olsunlar ki, müraciətləri qəbul edilər və vaxtı çatanda, yəni ki, bir neçə gündən sonra məni də cəbhə bölgəsinə yoldaşlarla bərabər zabit kimi göndərdilər. Mən bu günləri fəxrlə demək istəyirəm ki, yaşasın qalib Azərbaycan ordusu, yaşasın Azərbaycan xalqı,
yaşasın Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev. Və doğrudan da hamımız biz yaxından dərk etməliyik ki, dəmir yumruq nə deməkdir, dəmir yumruq əməliyyatı nə deməkdir. Biz bugün məktəbimizdə demək olar ki, keçirilən bütün dərslərdə bu söhbətləri aparırıq və şagirdlərimizdə hərbi vətənpərvərlik tərbiyəsini çox yüksək səviyyədə inkişafına çalışırıq. Şagirdlərimiz də bilməlidirlər ki, Azərbaycan Respublikasının, Azərbaycanın tarixi tamam ağ səhifələrinin dolu deyil. Ora sadəcə çoxlu miqdarda qırmızı rənglərlə, eyni zamanda qara rənglərlə belə deyək ki, sözlər yazılmışdır. Yəni xalqımızın çox sayılı şanlı səhifəsi də vardı. Eyni zamanda bilirsiniz ki, bu şanlı səhifələri vərəqləri qazanmaq üçün qara günlərimiz az olmamışdı. 20 yanvar Xocalı soyqırımı və s. kimi. Ona görə mən üzümü şagirdlərə tutaraq bildirmək istəyirəm ki, uşaqlar bizim qələbəmizin tam, möhkəm, davamlı olması üçün bugün doğrudan da biz o yumruq kimi birləşməkdən ötürü hərbi vətənpərvərlik ruhunda yetişməliyik. Bunun üçün də bizdən tələb olunan odur ki, dərslərimizi yaxşı oxuyaq və lazım gələrsə var gücümüzü də vətənimizin azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda əsirgəməyək. Müharibə onsuz da gördüyümüz kimi davam edir. Dünənlər eşitdiyimiz xəbərlər heç də xoşa gələn deyil. Ancaq ki, yenə də bir ürək təskinliyi üçün biz qeyd edilməliyik ki, biz tərəfdən 1-2 nəfər şəhid olmuşsa düşmən tərəfdən, bundan onlarla çox sayda itki vardır. Yəni bu da bizim belə götürəndə bizim uğurumuz sayılır. Ancaq bir şeydir biz hamımız yaxşı dərk etməliyik ki, Azərbaycan ərazisi əsrlər boyu azalmaqda davam eləmişdir. Hətta biz sosial şəbəkələrdə eşitirik ki, bu gedişlə ərazilər itiriləsi olsa, onda 100-200 il sonra Azərbaycan adlanan bir deyək, ərazi qalmayacaq. Yəni bu sözlər bizə həyəcan olmalıdır ki, yəni biz çalışmalıyıq ki, nəinki hazırki Azərbaycan ərazisini, hətta tarixə verilmiş torpaqlarımızı belə onların azad olması üçün, geri qaytarılması üçün çalışaq. Mənim fikirlərimi davam etdirmək üçün sözü Ləkkəkən Tam Orta Məktəbinin şagirdlərini verirəm. Onların da Şəhid Şamoya və onun anasının sözləri var. Nə tank, nə top, nə zirehli texnika. Ürəklərdə çox güclü vətənpərvərlik duyğusu. Bir oğlan var burada, biraz cılız, bədənsiz, hamıdan sürətlə gedir, olacaqlardan xəbərsiz. Qırır erməniləri, vətən qisasını alır, bəzən elə bu anda sanki xəyala dalır. Anası, bacıları durur göz önündə. Ömrünün ən son çağı, ömrünün son günündə. Dırmaşır qayalara çoxca, çox da sürətli. Bəlkə də hamıdan cürətli. Birdən düşmən yuxarıdan güllələri yağdırır. Bu güllələrdən biri onun bədənini dağıdır. Birdən yadına düşür, nə demişdi gələrkən? Qorxmurdu ömrü betər, belə tezcə, çox erkən. Anam ağlayar deyə qorxuram demişdi o. Onu ağlatmamağı, axı söz vermişdi o. Bu düşüncələr içində onu qan aparırdı. Sanki bədənində fırtınalar qoparırdı. Yavaş-yavaş yumurdu ondan son gözlərini. Tuta bilmədi axı verdiyi o sözləri. Neçə günlər keçirdi, xəbər gəlmirdi ondan. Ana narahat idi, ana yaman nigaran. Bir zəngin səsi ilə diksindi o yerindən, bir ağır ah çıxdı qəlbinin dərinindən. Ağlama, gözyaşır, torpağa düşür. Geyrətən, namusa, bayrağa düşür. Qəlbimin içində yanağa düşür. Başına dolanım, eller sonası. Nə olar ağlama, şəhid anası. Ürək dağlayır, bilirəm böyükdür, dekim danası. Nə olar ağlama, şəhid anası. Balanın balası, sənə amanət. Gəl topla özündə, dözüm, cəsarət. Səndə şərafət var, səndə əzamət. Bilirəm, böyükdür dərdin anası. Nə olur ağlama, şəhid anası. Körpə baxışların, pənah sənsən. Ümidi, gümanın, sabah sənsən. Neçə arzuların, əlvan xınası. Nə olur ağlama, şəhid anası. İzin və gözünün yaşını silin. Bir daha ağlama, şəhid anası. Tökməyən ağından göz yaşlarını, qəlbimi dağlama, şəhid anası. Şəhidlər məsumdur, nur düzünətdir.
Susmayan vicdandır, coşan qeyrətdir. Ağ şəhidlərin yeri cənnətdir. Ona yaş saxlama şəhid anası. Sevgini şəhidin yaşına bağla. Ümidi kəbərin daşına bağla. Üç rəngli bayrağı başına bağla. Sən qara bağlama şəhid anası. Şəhid məzarları pirdir, ocaqdır. Vətən torpağında yanan çıraqdır. Şəhidlər ölməyib, diridir, sağdır. Ağlama, ağlama şəhid anası. Nə olar tacir qardaş, qanımı qaraltmayın. Siz daha qadınlara qara yaylıq satmayın. Sənə nə fərqi var ki, nə uduz, nə itirmə. Ağ gətir, yaşıl gətir, qırmızı yaylıq gətir. Qara yaylıq gətirmə, qara yaylıq istəyən hər qadına, anaya sən narıncı rəngi ver. Onu biraz dilə tut, sonra de ki, ay anam, qara rəng yoxa çıxıb, qara rəng göyə çıxıb. Elə bu qara rəngdir, narıncı rəngə düşüb. Ya da ki, anaya qırmızı rəngi göstər, de ki, içi qaradır, onu qırmızı edən içindəki yaradır. Səcdə et tərzimələ, öp ananın əlindən, de ki, Allah yanında hər kim məqamə etməz. Ağ geyinən şəhidin anası qara geyməz, bəsdi qara geyindik, qana qan deyən vaxtdır. İndi ağ günə çıxıb qırmızı geyən vaxtdır. Dəniz kimi çağlayır, torpağı qucaqlayır. Anam sənsiz ağlayır, mənim şəhid qardaşım. Yerə, göyə qəm düşüb, gözlərimə nəm düşüb, saçlarıma dən düşüb, mənim şəhid qardaşım. Boynu bükük qaldı yarın, nakam qaldı arzuların, yetim qaldı balaların, mənim şəhid qardaşım. Dağ çəkərək sinəmə, büründün sən kəfənə, qurban getdim vətənə, mənim şəhid qardaşım. Yazıldı tarixə adın, qalmadı yerdə qanın, alındı Qarabağım, mənim şəhid qardaşım. Kəndimizin igid oluşu. Biraz yekədən dinlə. Kəndimizin igid oluşu, çünki Məhriman mənim əmim oğludur. O Şuşa döyüşlərində qəhrəmancasına uçaraq şəhid olmuşdu. Ömrü vətən yolunda şam kimi ətdi o. Yüksəkdən. Yaddaşlara yazıldı bizim qəhrəman şama, tarixlərə yazıldı bizim qəhrəman şama. Salam ey gedən adam, salam ey qalan şəhid. 23 yaşında Şuşanı alan şəhid. Necəsən gözüm nuru, içimdə ötən adam. Yaraların necədir, qələbə vətən adam. Anan ilə danışdım, dərdi öydən ana. Hamımızın anası səni böyüdən ana. Danışdım sənin kimi, haynahay deyirdi. Səni əzizləyirdi, səni laylay deyirdi. Deyirdi mənim balam dağ başında dumandı. Deyirdi mənim balam igiddi, qəhrəmandı. Bilirəm qəhrəmansan, 23 yaşında. Taleyin üzü dönsün, yox atan qardaşın da. Əziz tədbir iştirakçıları, bugün həqiqətən də həm qürurlu gündür, həm hüzünlü gündür. Hamımız Ruhiyyə anaya baş sağlığı veririk. Ruhiyyə ana kimi minlərlə şəhid anasının, atasının qarşısında baş əyirik. Keçən il bu günləri hamımız həyəcanla yaşadıq. Azərbaycan xalqının birliyini gördük. Bu bizə bir iftixar hissi oyatdı. Bax balaca 3 yaşındakı nəvəm 44 gün əskər çesti verdi və addımladı. Bu Azərbaycan xalqının ruhunu göstərdi, məğrurluğunu göstərdi, birliyini göstərdi. Hamımız qələbəyə inanırdıq. Və mən bir zabit anası kimi bütün anaların adından arzu eləyirəm ki, bir daha belə həyəcanlı günləri yaşamayaq. Qələbəmiz əbədi olsun. Qarabağ bizimdir, bizim olacaq. Bu şüar hamımızın ürəyindədir və inanıram ki, gələcəkdə bu az çox qalan torpaqlarımız da, Qarabağımız da tam şəkildə bizim olacaq və biz analar rahat yatıb rahat duracağıq. Narahat yatmasın heç bir ananı. Şəhidlərin qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfalar diləyirik. O müharibədə iştirak edən bütün əskər balaların, onların zabitlərin, valideynlərinin qarşısında baş əyirik. Onlar bizə bu gözəl günü yaşatdılar.
bu iftixar hissi ilə bugün dayandığımız günü yaşatdılar. Şəhidlərimiz də hər zaman ürəklərimizdədir. Heç vaxt onları da unutmayacağıq. Şəhidlər ölməz, vətən bölünməz. Şəhidlər ölməz, vətən bölünməz. Qarabağ bizimdir, bizim olacaq. Qarabağ bizimdir, bizim olacaq. Ədalət zəfər çaldı. Ədalət zəfər çaldı. Qarabağ bizim oldu. Qarabağ bizim oldu. Şəhidlər hər zaman ürəyimizdədir. Şəhidlər hər zaman ürəyimizdədir. Şamo, sən bizim hər zaman qəlbimizdəsən. Şamo, sən bizim hər zaman qəlbimizdəsən. Agil, hər zaman sən bizim qəlbimizdəsən. Agil, sən hər zaman bizim qəlbimizdəsən. Ayaz, hər zaman bizim qəlbimizdəsən. Ayaz, hər zaman bizim qəlbimizdəsən. Nail, hər zaman bizim qəlbimizdəsən. Nail, hər zaman bizim qəlbimizdəsən. Vidadi, hər zaman bizim qəlbimizdəsən. Vidadi, hər zaman bizim qəlbimizdəsən. Elşən, hər zaman bizim qəlbimizdəsən. Elşən, hər zaman bizim qəlbimizdəsən. Torpaq uğrunda ölən varsa vətəndir. Torpaq uğrunda ölən varsa vətəndir. Sahib, hər zaman qəlbimizdəsən. Sahib, hər zaman qəlbimizdəsən. Şəhidlər ölməz, vətən bölünməz. 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 Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Məhərrəmov Şamonun anım gününə həsr olmuş tədbiri bağlı elan edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Allah valideynlərinə, yaxınlarına səbir versin. Qoy bizim şəhid valideynlərimiz başlarını dik tutub gəlsinlər. Dik tutub gəlsinlər ki, onların indidən sonra gör nə qədər valideynləri var. Bütün Azərbaycan xalqının balaları da olar. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Uşaqlar da yoldaşları gəlib. Yavaş-yavaş uşaqlar, soyuq uşaqları aparın. Kimin gülü varsa getsin qoysun uşaqların əmrlikləri var. Keç bana, həmlə keç. Keçin qoy, güllərinizi görün. Şuna kurban olun. Bunu yiyin alıyor bizden. Anamız xahiş edir ki, hamısı girsinlər. Bugün həm onun toyu üçün bişirilən, həm əhsəni üçün bişirilən o ikramlardan tavsiyə. Xahiş edirəm. Cənnət olsun, yeri rahat olsun. Mətləb ataya da, onun nənəsinə də Allahdan rəhmət diləyir. Anamıza da Allah səbir versin.
Mən zamanlı Şahlar Şahiq oldu. Özüm Şəkir rayonundan. Şamı Gəndidə tanımışıq, təlimlərə cəlb olunan zaman ki, sentyabrın 29-undan bir-birimizlə eyni bölükdə olmuşuq. Yaxşı qardaşı idi, doğma idi, mehriban idi, can yandıran idi, vətənpərvər oğlan idi. Özünü hər zaman qabağa verirdi. Bir ay Gəncədə təlimlərdə olduq. Ondan sonra bizim ilk gedişimiz Füzuli rayonu oldu. 2-3 gün Füzulidə qaldıq. Ondan sonra döyüş əmri çapışırıq gəldi. Yollandıq. Bizim yolumuz Şuşa oldu. Xankəndi Şuşa. Həmən gecə bizi pusuya saldılar yola düşəndən sonra. Yaralılarımız oldu. Yəni itkiimiz olmadı. Şükür Allah, şəhidimiz olmadı. Ondan sonra səhəri yenə döyüş əmri gəldi ki, girməliyik. Tapşırıq gəldi. Səhər getdik yenə döyüş tapşırığına. Qəhrəmancasına şəhid oldu ilk şəhidimiz. Heç kim istəməzdik ki, belə olsun. Allah rəhmət eləsin qənimlərini. Allah rəhmət eləsin, yaxınlarda səbir versin. Amin. Cənnət olsun ki. Sağ olun, İnşallah heç bir zaman da sizi tək qoymarıq. Biz qəhrəmansız, idirsiz. İnşallah nə köməyiniz lazım olsa biz ölməmişik. Ən azından bildik ki, Şamol cənnətdədir, cənnətdən baxır biz, ən gözəl yerdədir. O zirvə hər adama qismət olmur. Yəni biz də istəyərdik ki, o zirvəyə yüksələk. Həmin Allah Taala yəqin ki, yaxşıları o zirvəyə aparır. Allah rəhmət eləsin, Allah sizə də səbir etsin. Sağ olun, idirsiz, sağ olun, qəhrəmansız, sağ olun. Allah rəhmət eləsin. Allah sizə də səbir versin. Yeri cənnətli olsun.
Neçə ananın gözləri yaşlı, qırıldı qol qanadı atanın. Atasız qaldı körpə quzular. Söylə bundan ağır dərd mi olar? Bu həsrətə dözməz yarım, duyulur ah nanəsi bacının. Bundan belə gözləri yolda qalar. Söylə bundan ağır dərd mi olar? Biz sizinlə fəxr edirik şəhidim, qürurumuz sizsiz şəhidim. Siz bizim üçün verdiniz canınızı, gözü yaşlı koydunuz balanızı. Halal edin bize xan qanınızı. Biz sizinle fəxr edirik şəhidim, qürurumuz sizsiz şəhidim. Siz bizim üçün verdiniz canınızı, gözü yaşlı koydunuz balanızı. Halal edin bize xan qanınızı.